Növbəti maşın Hyundai Tucson. 51.000 mil cəmi probegi var. 1.6 motordur. Yəni gömrüdən ucuz keçir maşın çıxacaq. Təxminən 4800 dollardan satışa. Bu maşını da ucuz almaq olar. Çünki günün ən birinci maşınlarındandır. Həmin vaxtda hərracda çox az adam olur. Ona görə maşına görə dirəşən adam az olur. Maşın luku var. Start stoplandı. Bu maşının VIN kodu. Maşın 18-ci ildir, 8-ci ay. Deməli, bu böyür hissəsində heç bir zədəsi yoxdur. Deyə qardaşlar da maşına baxırlar, maraqlıdır onlara. Arxa hissəsində burasında belə bir balaca zədəsi var. Yəni bu da düzələr. Sağ böyür hissəsi də salamatdır. Bagajda da burada biraz belə. Yəni düzələsi yerləri var, amma əsas odur ki, maşının udar yoxdur. Yəni udar dəyməyib maşına. Hamısı düzələn şeylərdir. Maşın deformasiya olmayıb. Airbaglar da hamısı yerindədir. Səliqəli maşındır. Yenə qeyd edirəm, 1.6 motordur. Yəni bu gömrüdən də ucuz gəlir.